76-cı test. I stay here no longer or I run all the way to the station. Bu test modal feillərə aiddir. A variantında shall not be able, shan't be able. Modal feillərdə to be able to ifadəsidir. Yəni able-dan sonra to işlənməlidir. A və Y variantlarında hər ikisində able-dan sonra to işlənməlidir. Ona görə çıxır bu variantlar səhvdir. C variantında must və had to zaman uzlaşması pozulubdur. Must indiki zamanda, had to keçmiş zamanda. D variantında don't have to olmalıdır, lakin have to'suz işlənibdir. Burada cavab B variantıdır. Can't və shall have to. 77-ci test. Choose a correct sentence. Düzgün cümləni seçin. A variantında his children's love sayıla bilməyən isimdir. Uncountable noundur. Buna görə də xəbərimiz təkdə işlənməlidir. Helps. B variantında children sözü düzgün yəlik hal şəkilçisini qəbul eləməyib, həm də love sözü cəmlənibdir. Sayıla bilməyən isimlər cəmlənə bilmir. D variantında eyni səhv love cəmlənibdir. Y variantında children sözü düzgün yəlik hal qəbul eləməyibdir. Cavab C variantı. His children's love helps him to live and work. 78. Choose a correct variant. With which person do you feel uncomfortable? Hansı insanla özünü narahat hiss edirsən? Patient, səbirli. D variantı polite, nəzakətli. B variantı envious, paxıl. C hospitable, qonaqpərvər. Y variantı noble, alicənab. B variantı mənfi mənalı söz olduğuna görə paxıl. Ona görə də cavab B variantı envious. 79. Choose a correct variant. What it is. Əvvəla xəbərimiz təkdədir, it is. B variantında an important information. Information sayıla bilməyən isimdir. Article işlənə bilməz. C variantı a clever advice. Advice sayıla bilməyən isimdir. A article ilə işlənə bilməz. D variantı lovely baby. Baby təkdə olduğuna görə və sayıla bilən isim olduğuna görə mütləq article işlənməlidir. A lovely baby. Y variantı a big mice. Mice cəm isim olduğuna görə article işlənə bilməz. Cavab A variantı a big fish. 80. When mother learned that her son missed English lessons, she began to scold him. Nick said that he attended all the lessons. Said mother angrily, it was one of your friends who told me. He felt ashamed and promised not to do it again. Demək 80-ci testdə cavab C variantı. There is no smoke without fire. Od olmayan yerdən tüstü çıxmaz. 81. Define the correct meaning of the underlined phrasal verb. Altına xətt çəkilmiş frazanın mənasını açıqlayın. See of yola salmaq deməkdir, görüşmək. C variantı. To go to the place that someone is leaving from in order to say goodbye. Bir yerə gedən insanı yola salmaq üçün onunla sağollaşmaq. 82-ci test. Complete the sentence. Do you understand? Sual cümləsidir. Sual sözü əvvəldə verilib. Do you understand? Və cümlənin sonu nəqli cümlə sırası ilə olmalıdır. B variantı D və Y variantları sual şəklində verildikləri üçün, yəni orada do və yaxud da do, did istifadə olunduğu üçün B, D, Y variantlarında sual sözündən istifadə olunduğu üçün, cümlə sual şəklində olduğu üçün bu variantlar səhvdir. C variantında why he needs a knife for. Why nə üçün deməkdir? Why-in for-a ehtiyacı yoxdur. Why-in sinonimi what for-dur. C variantında why ilə for işlənmədiyinə görə cavab A variantı. What he needs a knife for. Cümləmiz nəqli cümlə sırasındadır və what ilə də for işlənir. What for nə üçün? 83. Choose a correct prepositions. What are the books? Mark Twain, Tom Sawyer. Did you read the original? What are the books? Mark Twain-in başqa hansı kitabı? Kiminsə tərəfindən dedikdə by sözünün istifadə olunur. What are the books by Mark Twain? Tom Sawyer əsərindən başqa. Besides başqa deməkdir. Besides Tom Sawyer. Did you read? Orijinaldan da in the original şəklində işlənir. Cavab D variantı. By, besides və in. 84. Choose a correct conjunction.
I couldn't move the piano alone. I asked Tom to give me a hand. Mən pianonu tək yerindən tərpədə bilmədim. Buna görə də Tomdan kömək istədim. Buna görə də bağlayıcısıdır. Cavab A variantı. 85. Choose a correct variant. Bill went to some banks and asked for a job. A variantı the others və D variantı others. A və D variantında bunlardan sonra isim işlənməz. Buna görə səhvdir. B variantı another cəm isimlə işlənməz. Banks cəmdə olduğuna görə another ilə işlənməz. Y variantı every sayıla bilən tək isimlərlə işləndiyi üçün banks, yəni cəm isimlə burada işlənməsi yanlışdır. Ona görə cavab C variantı. 86. Choose a correct sentence. There are 2 bottles of oil in the cupboard. 2 bottles cəm olduğuna görə xəbərimiz are, yəni cəmdə verilibdir. İkinci, some oil was used for making salad. Oil sayıla bilmədiyinə görə xəbərimiz was, yəni təkdə işlənibdir. Üçüncü, a box of sweets were bought at the grocer's. A box təkdə olduğuna görə xəbər was olmalıdır. Lakin burada were verilib, ona görə səhvdir. Dördüncü, how many kilos of sweets was bought? How many kilos? Kilos cəm olduğuna görə xəbər was yox, were olmalıdır. 87. Choose a correct interrogative sentence. Düzgün sual cümləsini göstərin. A və C variantlarında sual sözlərindən istifadə olunmayıbdır. D variantında sual sözü mübtədadan sonra işlənibdir. Y variantında did köməkçi feili ilə sual verdikdə feilin sonundakı id düşməlidir. Lakin burada did the potter carried qaldığına görə səhvdir. Cavab B variantı. How much luggage did the potter carry 2 hours ago? Did köməkçi sözü the potter, yəni mübtədadan əvvələ keçibdir. Feilin də sonunda id düşübdür. 88. What could make Joseph so early? Bu test mürəkkəb tamamlığa aiddir. Make feilindən sonra gerund işlənə bilməz. A variantını çıxırıq. Mürəkkəb tamamlıqda zaman işlənə bilməz. B və C variantları buna görə çıxılır. Y variantı da make feili to-suz işlənən feil olduğuna görə çıxılır. Cavab D variantı. 89. Choose a correct variant. Düzgün variantı seçin. He has already learned all the details of the job. Cümləmiz təsdiqdədir. Təsdiqdə olduğu üçün Ayzə və Nayzələr çıxır. B, C, D variantları çıxır. A və Y variantı qalır. So cümlənin əvvəlində işlənir. Daha sonra cümlənin zamanına uyğun köməkçi feil işlənməlidir. Cümləmiz has already learned indiki bitmiş zamanda olduğu üçün A variantı çıxır. Qalır Y variantı. Cavab Y variantıdır. So have I. 90. Choose a correct translation. Düzgün tərcüməni seçin. Kitab almancadır. Mən isə onun ingilis variantını oxumuşam. Cavab A variantı. The book is in German, but I have read its English version. 91-ci test. 91-ci test mətnlə bağlıdır. The underlined word it is used instead of the word altından xətt çəkilmiş söz hansı sözü əvəz eləyir? Burada cavab Y variantıdır. Qarabağ. 92. The word civilization is closest to the following definition. Sivilizasiya sözü aşağıdakı mənalardan birini verir. Cavab C variantı. A state of human society that's very developed and organized. Çox inkişaf etmiş və təşkil olunmuş bir bəşəri cəmiyyət. Test 93. Choose the antonym of the underlined word settle. Settle məskunlaşmaqdır. Antonimi drive away. Test 94. Choose a wrong variant. Cavab D variantı. The first governor of Qarabağ Khanat was İbrahim Xəlil xan. Qarabağın ilk qubernatoru İbrahim Xəlil xan olub. Əslində isə Qarabağ xanının ilk qubernatoru mətndə verildiyi kimi Pənahəli xan olub. Choose a synonym of the underlined word. Altından xətt çəkilmiş sözün sinonimini göstərin. Fortress qala, castle qala. Cavab C variantı.
96-cı test. Match the correct preposition to each sentence. Hər bir cümləyə uyğun söz önünü uyğunlaşdırın. He was very grateful. Grateful to söz önü ilə işlənir. Grateful to you. İkinci, he was talking the phone when I came. Telefonda danışmaq dedikdə on söz önü ilə işlənir. He was talking on the phone when I came. Üçüncü, he was very displeased. Məmnun olmaq, displeased with söz önü ilə işlənir. Yəni grateful to, talking on the phone, displeased with. 97-ci test. Make up sentence. Shakespeare's plays are famous all over the world. 98. Make up story. İkinci, Peter was a schoolboy. 3. One day he came from school and said, the class couldn't answer the teacher question, only I could answer. 4. Very good Pete, and what was the question, asked his father. 5. The teacher asked who had broken the window in the classroom. Answered Pete. Test 99. Complete the sentence. No one asked. İkinci, what does that word mean? Səhvdir, çünki cümlə sual şəklində verilibdir. Daha zorda olmamalıydı. Üçüncü, Tom's car cost a lot of money. Ask feilindən sonra that işləmədiyinə görə üçüncü də səhvdir. Cavab 1 və 4-cü. 100-cü. Make up dialogue. Diyaloqu qurun. 4-cüdən başlayır. Could you help me with vacation plans? 3. Surely do you know where you will travel? 1. I am waiting for your suggestion. 2. What about traveling to tropical countries or cooler countries? 6. Certainly to a cooler country. 7. These are the leaflets that will give you some ideas. 5. I'll look at them right now.